Salam dostlar, ümid edirəm hamı yaxşıdır. Gəlin bugün 5-ci sinif səhifə 50-də The Cereba Family adlı mətni oxuyaq və başa düşməyə çalışaq. The Cereba Family. Dostlar, Cereba hansısa bir soyaddır. Bizlərdə necə məsələn deyirlər? Məmmədovlar ailəsi, Əliyevlər ailəsi. Burada da soyad olaraq Cereba ailəsi deyirlər. The Cereba Family. Sarayba ailəsi. Who are we? Biz kimik? We are a happy Brazilian family from the Amazon. Biz Amazondan olan xoşbəxt Braziliyalı ailəyik. In my house, it's just my mom, my grandparents, my dog and me. Evimizdə yalnız anam, nənəm və babam, itim və mənəm. Dostlar, my grandparents ingilis dilində bunu bir sözlə əvəz edirik, amma Azərbaycan dilində bunu bir sözlə deyə bilmirik. Nənə və baba nəzərdə tutulur. It's not a very big family. Bu çox böyük ailə deyil. But I have 3 uncles and 4 aunts. Dostlar, ingilis dilində uncle həm əmiyə, həm də dayıya deyilir. Aunt həm xalaya, həm də bibiyə deyilir. Burada amma biz cəmləşdirib Azərbaycan dilində hər ikisini işlədəcəyik. Lakin mənim 3 əmim və dayım, 4 xalam və bibim var. Yəni ayrı-ayrı 4 xalası, bibisi yox. Xala ilə bibinin birlikdə cəmi 4-dür. Əmi ilə dayının birlikdə sayı 3-dür. My aunt Janina is single. Mənim xalam ya da bibim də deyə bilərsiniz. Janina subaydır. Dostlar, single subay deməkdir. My other uncles and aunts are all married and I have many cousins. Mənim digər əmilərim, dayılarım və xalalarım, bibilərim hamısı evlidirlər və mənim çoxlu. Dostlar, bunu bir sözlə kuzenlərim deyəcəm. Çünki digər dərslərdən bilir ki, Azərbaycan dilində əminin, bibinin, xalanın, dayının uşaqlarını bir sözlə əvəz eləyəcək sözümüz yoxdur. Bunu da biz mətni tərcümə eləyəndə bu qədər uzatmamaq üçün sadəcə kuzenlər sözünə istifadə eləyəcəyik. Kuzen və ya kuzenlər deyəcəyik. Çünki orada biz bilmirik, əminin qızından və ya oğlundan söhbət gedir, xalanın, bibinin, dayının mı? Ona görə biz kuzen sözünü işlətsək, bu ümumiləşmiş söz kimi olacaq və bizə də tərcümədə müəyyən qədər dəstək olacaq. Amma siz hansı birini istəsə seçə bilərsiniz. İstəyirsiniz bibi oğlu deyin, istəyirsiniz xala qızı deyin. Yəni bu sizin özünüzün müəyyən qədər istəyinizdən asılıdır. Əgər mətnimizin içində konkret deyilmirsə, yəni bibininmi, xalanınmı, oğludurmu, qızıdırmı, bunu əgər tam açıq şəkildə bildirməyibsə, biz ümumiləşmiş söz götürəcəyik, kuzen sözünü istifadə edə bilərik və yaxud da özünüzün istəyinə asılı olaraq bibi, xala, dayı, əmi uşaqlardan birini, qızı və yaxud da oğlunu götürə bilərsiniz. Cümləmizi yenidən toparlayaq. My other uncles and aunts are all married and I have many cousins. Mənim digər əmilərim, dayılarım və xalalarım, bibilərim hamısı evlidirlər və mənim çoxlu kuzenlərim var. I have 20 cousins. Mənim 20 kuzenim var. 6 are from Parintins like me and 4 are from Barreirinha. Dostlar, baxın, burada həmin onların adlarına uyğun xəritədə yer adlarını da göstəriblər. Parintins və Barreirinha Braziliyada şəhər adlarıdır. 6-sı mənim kimi Parintinsdəndir, 4-ü isə Barreirinhadandır. My other cousins are from Santarém. Mənim digər kuzenlərim Santaremdəndirlər. Santarem də, dostlar, Braziliyanın başqa bir şəhəridir. All my cousins have brothers and sisters, but I don't. Mənim bütün kuzenlərimin qardaşları və bacıları var. Amma mənim yox. I'm an only child, but it's okay. Mən tək uşağam. Amma bu normaldır. Dostlar, only child qardaşı və ya bacısı olmayan uşaqlara deyirlər. Yeganə uşaq, tək uşaq ya da. I have my dog Cupuaçu. Dostlar, Cupuaçu bu təbii ki Braziliya sözüdür. Onların da dili Portuqal dilidir. Bunlar Portuqal dilində olan sözlərdir. Ona görə də bunların sadəcə istəyirsiniz bir yerə qeyd edin ki, tələffüzlərində düzləyə biləsiniz. I have my dog Cupuaçu. Mənim Cupuaçu adlı itim var.
That's the name of my favorite fruit too. O, həmçinin mənim ən sevdiyim meyvənin adıdır. We love parties. Biz partiləri sevirik. My uncle Maurice and my aunt Jazeera have a big house in Paritines with kupuasu and pupunia trees in the yard. Dostlar, kupuasu və pupunia ağac növləridir. Həyətlərində elə bir ağaclar var. Cümləni dostlar burada iki yerə böləcəyik. Cümləmiz daha aydın olsun deyə bir formada da deyə bilərik. Sadəcə iki yerə bölsək daha sadə və anlaşıqlı cümlə olacaq. Əmim Maurice və xalam Jazeera'nın Paritinsdə böyük evi var. Həyətlərində kupuas və papunya ağacları var. Belə də deyə bilərik ki, bir cümlə olaraq. Əmim Maurice və xalam Jazeera'nın Paritinsdə həyətində kupuas və papunya ağacları olan böyük evi var. We have family celebrations there. Bizim orada ailə tədbirlərimiz olur. Dostlar, tədbir deyəndə burada kiminsə ad günü ola bilər, yubiley ola bilər, hər hansı bir şadlıq ola bilər, özlərinə məxsus keçirdikləri bayramlar ola bilər. Ümumi söz olaraq tədbir deyirik. All our relatives and friends love our parties. Bizim bütün qohumlarımız və dostlarımız bizim partilərimizi sevirlər. We really have fun together with a lot of Amazon food and music. Dostlar, yenə də burada cümləni iki yerə bölsək daha yaxşı səslənəcək, anlaşıqlı olacaq. Dostlar, cümləmizin mənası budur. Biz birlikdə çox əylənirik, çoxlu Amazon yeməkləri yeyirik və Amazon musiqisinə qulaq asırıq. Burada baxmayaraq ki, Azərbaycan dilində bəzi sözləri əlavə elədik, amma cümləmizin mənasını tam verə bilmək üçün sözlər əlavə edə bilərik. And of course, birthday cakes. Və əlbəttə ki, ad günü tortları. Deməli, burada dostlar, şəkillər də var. My dog and me, itimlə mən. My cousin Viara and me, kuzenim Viara və mən. Kupuasu fruit. Dostlar, baxın, kupuasu meyvəsi budur. My aunt Jazeera and her birthday cake. Xalam Jazeera və onun ad günü tortu. Belə dostlar, bugün müəyyən qədər Portuqal dilində sözlər oldu. Ümid edirəm ki, sizə kömək edə bildim. Sualınız olsa kommentlərdə yaza bilərsiniz. Have a nice day. Bye bye.